Yezid haqda mövqeyimiz nədir bizim? Yezid haqda Əhl-i Sünnətin mövqeyi budur ki, yəni Yezid ibn Muaviyyə tarixdə müsəlman xəlifələrindən bir xəlifə olub. Bilirsiniz ki, Allah Rasulundan sonra Raşid xəlifələr idi. Abu Bakr, Ömər, Osman, Ali, həmçinin Həsən və sonra gəlir Əməvi xilafəti və sonra da Abbasilər. Və Yezid ibn Muaviyyə də Əməvi xəlifələrindən biri olub. Bizim mövqeyimiz çox sadə. Biz deyirik ki, Yezid müsəlman əmirlərindən, müsəlman rəhbərlərindən biri olub. Aydındır. Amma bu başqa məsələdir ki, adil xəlifə olub, zalim xəlifə olub, bu başqa məsələdir. Bu, yəni, ayrı bir mövzudur. Təbii ki, Yezidin öz xilafətində xətaları olub, böyük xətaları olub, asilikləri ola bilər və böyük zülümləri olub. Və Əhl-i Sünnətin mövqeyi budur ki, yəni, tilkə ümmətun qad xalət, ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tüsəlunə ammə kənu ya'məlun. Allah subhanət hala Bəqərə surasının 2 yerdə buyurur ki, onlar bir ümmət idilər, gəldilər, getdilər. Onların etdikləri özlərində, sinkilər sizədir, siz onlardan cavabdeh deyilsiniz. Yəni, bizim mövqeyimiz nə ola bilər ki? Yəni, mən, Abu Zeyd və ya sən, Əli, sən, Hüseyn, sən, tutaq ki, Vəli, Yeziddən cavabdehsən, cavab yox. Yezid səndən cavabdehdir, cavab yox. O qiyamət günü öz əməllərinə cavabdehdir, sən də öz əməllərinə. Və sən, yəni, ondan soruşulmayacaqsan. Bunu niyə qeyd edirəm? Çünki rafizilər elə fikir yaradırlar ki, güya qiyamət günü fikir verin. Yəni, bizim onlar arasında fərq budur. Əhl-i Sünnə vəl Cəmaət deyir ki, qiyamət günü Allah subhanahu ta'ala bizdən, o cümlədən də qiyamətdən qabaq, qəbirdə Allah subhanahu ta'ala bizdən bizi soruşacaq. Bizdən soruşacaq təvhid barədə, yəni Allaha düzgün ibadət etdin, Rəbbinin haqqını, o ibadət haqqını ödədin, Allah subhanahu ta'ala bizdən soruşacaq Rasulunun haqqını, həyatı bidətlərlə yaşadın, yoxsa sünnətə tabi oldun. Yəni, Əhl-i Sünnətin əqidəsi və mənhəci budur. Sual, bəs rafislərdə necədir? Subhanallah, yəni onların kitablarını oxuyanda, fikirlərinə tanış olanda və biraz məzhəblərin içərisinə girəndə görürsən ki, onlar belə bir fikir formalaşdırıblar ki və öz cəmaatlarını da bu fikirlə tərbiyələndirirlər və onlar demək olar xəmirləri bu cür yoğrulub ki, yəni qəbirdə münkər və nəkir mələkləri gələcək, bizdən ən birinci Yezidi soruşacaq. Qiyamət günü Allah subhanət halanın dərgahına biz gələcək, ən birinci bizə sual veriləcək ki, Peyğəmbərdən sonra birinci kim xəlifə oldu? Yəni, subhanallah, şəriətdə belə şey yoxdur. Yezid kim olub, kim olmayıb? Tutaq ki, sən bir müsəlmana gəlib deyə bilərsən ki, Yezid kim olub? Məsələn, sual verirəm. Bir müsəlmana gəlib sual verə bilərsən ki, Rəbbin kimdir? Deyər Allah, qiblən Kəbə, kitabın Qur'an, Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm. Bu dördündən birini bilməsə, o müsəlman üçün eyibdir, eyib deyil. Eyibdir. Və haradasa bu küfrə də gətirib çıxara bilər. Əgər səhlənkarlıqdan bu şeyləri öyrənmirsə. Amma sən gəlib Rəbbini, qibləsini, kitabını, Peyğəmbərini tanıyan birinə sual versən ki, 5-ci sual olaraq. Bəs Yezid kim olub? O desə ki, bilmirəm, nə bilim kim olub. Yəni, onun bilməməzliyi ona zərər verir? Yəni, zərər vermir. Aydındır? Və salam. Bizim mövqeyimiz budur. Müsəlman rəhbərlərindən biri olub, onu tanımaq vacib də deyil, tanımamaq da eyib deyil. Kim tarixi oxuyur, bilir, kim olub, kim olmayıb və nə xeyirləri olubsa əcrini alacaq, nə günahları olubsa cəzasını çəkəcək. Və salam. Yəni, rafizlər deyilir ki, Yezid şərabxor olur, bir də ki, Əhl-i Beyt üzülməliyibdir. Ümumiyyətlə, söhbət Yeziddən gedmir. Rafizlər belə bir fikir formalaşdırırlar ki, güya ki,
yəni belə deyək də, bütün xəlifələr, yəni Raşid xəlifələrdən tutmuş, Əməvi və Abbasi xəlifələri Əhl-i Beytə zülm edib. Onlar belə bir fikir formalaşdırırlar. Amma əslində belə baxırsan, belə deyil. Yəni zülm olub. Amma bu zülm Əhl-i Beytlə məhdudlaşmayıb. Həmin xəlifələr, yəni söhbət Əməvi Abbasi xəlifələrindən gedib. Kimi öldürüb? Kimə zülm edib? Belə deyək də, kimi həbsə atıb, zindana salıb? O kəsləri ki, ya onlar onların xilafətinə qarşı çıxıblar, ya onların siyasətinə qarşı siyasi fikirlər irəli sürüblər, ya onların hər hansı bir əmrini icra etməyiblər və ya dediyi sözünə oturub durmayıblar, bu cür. Dəxli yoxdur, bu Əhl-i Beytdəndir, ya Əhl-i Beytdən deyil. Məsələn, sual verilsə ki, Əhl-i Beytdən kim? Məsələn, Əhl-i Beytdən Hüseyn İbn Ali radiyallahu anhumə Yezdin xilafəti vaxtında, yəni belə deyək də, qalxıb, qiyam edib, o qiyam Yezid tərəfindən zülmlə yatışdırılıb. Fikir ver. Bu Hüseynin başına gəldi, Həsənin başına gəldi. Bu Həsənin başına gəldi, Həsənin başına gəlmədi. Və ya məsələn, daha sonraki dövrlərə baxsaq, Muhammed Baqir və qardaşı Zeyd. Muhammed Baqir və qardaşı Zeyd. Muhammed Baqir Mədinədə Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində elmi tədrislə məşğul idi. Ona heç kəs toxunmadı. Amma qardaşı Zeyd ayaqlandı, onu öldürdülər. Fikir ver, Əhl-i Beytdən kim ki ayaqlanıb, onu öldürüblər. Kim ki ayaqlanmayıb, ona toxunmayıblar. Bu dəxli yoxdur, Əhl-i Beytdəndir, ya Əhl-i Beytdən deyil. Məsələn, İmam Şafi rahiməhullahı və ya Abu Hanifəni və ya İmam Maliki və ya İmam Əhmədi türmədə həbs etməyiblərmi? Həbs ediblər. Yəni İmam Malik yəni həbsdə nə qədər zülmlər çəkib və İmam Əhməd Xalqul Quran fitnəsində nə qədər zülmlərə məruz qalıb. Məgər onlar Əhl-i Beytdən idi və İmam Şafi özü. Yəni bu Əhl-i Beytlə məhdudlaşmır. Burada əsas məsələ odur ki, o vaxtı o Əməvi xəlifələr olsun və ya Abbasilər olsun, hər öz xilafətini qoruyub saxlayırdı, aydındır. Kim onlara qarşı yəni bir siyasi fikir yürüdürdüsə, yəni həmin insanı yəni zülmlə və başqa yollarla yəni qabağını alırdılar. Fərq etməz o Əhl-i Beytdəndir, ya Əhl-i Beytdən deyil. Və bunun əksi, kim öz, məsələn, onlara qarşı bir fikir yürütməyib, onlara qarşı ayaqlanmayıbsa, fərq etməz Əhl-i Beytdəndir, ya Əhl-i Beytdən deyil. Onlara toxunulmayıb. Aydındır, bu cürdür yəni. İxlasla.com saytı tərəfindən təqdim olundu.